Hər vaxtınız xeyir, həftənin ən vacib idman xəbərləri ən son yeniliklərlə təkbətək efirdədir. Gəlin yanvarın 12-sindən 18-nə də ölkə idmanında baş verən bütün hadisələrə birgə nəzər salaq. Gənclər və İdman naziri Fərid Qayıbov idmançılarla görüşüb. Tədbirdə ötən ay ərzində beynəlxalq yarışlarda uğurlu çıxış edən təmsilçilərimiz iştirak ediblər. Gənclər və İdman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən idmançılarla görüşüb. Bakı Gənclər Mərkəzində təşkil olunan görüş dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. 2026-cı ildə Bakının dünyanın idman paytaxtı olduğunu vurğulayan nazir il ərzində şəhərimizdə bir sıra idman tədbirlərinin keçiriləcəyini bildirib. Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılan nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra müxtəlif idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər. Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb. Növbəti Avropa oyunlarına çox az vaxt qalıb. Türkiyədəki oyunlara hazırlıq davam edir. Fərid Qayıbov 2027-ci ildə İstanbulda keçiriləcək 4-cü Avropa oyunları koordinasiya komissiyasının iclasında iştirak edib. Gənclər və İdman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov 2027-ci ildə İstanbulda keçiriləcək 4-cü Avropa oyunları koordinasiya komissiyasının iclasında iştirak edib. Tədbirdə həmçinin Türkiyənin Gənclər və İdman naziri Osman Aşkın Bak, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, Türkiyə Milli Olimpiya Komitəsinin rəhbəri Ahmet Gülüm, eləcə də Avropa Olimpiya Komitəsinin rəsmiləri, Milli və Avropa İdman Federasiyalarının nümayəndələri iştirak ediblər. İclasda müxtəlif ölkələrin Milli Olimpiya Komitələrinin rəhbərləri və digər maraqlı tərəflərlə birgə Avropa oyunlarına hazırlıq məsələləri müzakirə olunub. Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında 4-cü minifutbol turniri davam edir. Artıq yarışda 6-cı turun görüşləri reallaşıb. E qrupu çərçivəsində keçirilən maçlarda İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətini 3-0, Azərgold Dövlət Miqrasiya xidmətini 3-1, Vəkillər Kollegiyası Hesablama Palatasına 7-1, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini 3-1 hesabı ilə məğlub edib. Elm və Təhsil Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə hərəyə bir qolluq sülhə razılaşıb. B qrupu çərçivəsində Azərişıq Əqli Mülkiyyət Agentliyinin qapısından 13 top keçirib. Əqli Mülkiyyət Agentliyi isə vurulan qollardan yalnız birinin əvəzini çıxa bilib. Gənclər və İdman Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini 4-2, Səhiyyə Nazirliyi Dövlət Reklam Agentliyini 6-2, Sokar Dənizkənarı Bulvar İdarəsini 11-2, Heydər Əliyev Mərkəzi Kənd Təsərrüfatı Nazirliyini 5-0 hesabı ilə üstələyib. C qrupu çərçivəsində Mərkəzi Bank Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Ehtiyatları Agentliyini 5 cavabsız qolla üstələyib. Məhkəmə Hüquq Şurası 3-2 hesabı ilə Anamanı, Müdafiə Nazirliyi 9-1 hesabı ilə Dövlət Gömrük Komitəsini, Ədliyyə Nazirliyi 8-1 hesabı ilə Mədəniyyət Nazirliyini məğlub edib. D qrupunda ən böyük hesab Dövlət Statistika Komitəsi Energetika Nazirliyi maçında qeydə alınıb. Birincilər rəqibini 10 cavabsız qolla məğlub edib. Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Dövlət İnformasiya Agentliyini, Baş Prokurorluq Əmlak Məsələləri Dövlət Xidmətini 5-0 hesabı ilə məğlub edib. Azərbaycan Hava Yolları Maliyyə Nazirliyinə 6-4, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Dəmir Yollarına 2-1 hesabı ilə qalib gəlib. Gənclər və İdman naziri Fərid Qayıbov İdman Federasiyalarının nümayəndələri ilə 24-cü görüşünü keçirib. Tədbir Azərbaycan İdman Akademiyasında reallaşıb. Gənclər və İdman naziri Fərid Qayıbov İdman Federasiyalarının nümayəndələri ilə 24-cü görüşünü keçirib. Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb.
Görüşün gündəliyinə uyğun olaraq 6-cı İslam Əmrəliyi oyunlarının yekun hesabatı, Los Angeles 2028 yay Olimpiya oyunlarına hazırlıq prosesi, idmançıların qeydiyyatı və təsnifatlaşdırılması məsələləri barədə məlumat verilib. Həmçinin süni intellekt, Azərfit layihəsi, eləcə də fiziki və psixoloji hazırlıq planları barədə təcrübəli xarici mütəxəssislər Edward Kollar, Rado Pisot, Majid Tusak və Thomas Levakın təqdimatları dinlənilib. Görüşdə idman növləri üzrə məşqçilik kursları, Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq gənclər idman məktəbləri ilə bağlı məsələlər, bu il Senegalda keçiriləcək yeniyetmələrin yay Olimpiya oyunları, eləcə də Bakı 2026 dünyanın idman paytaxtı barədə məlumat verilib. Federasiyaların sosial media fəaliyyəti ilə bağlı hesabat təqdim edilib. Bu həftə kamandan ox atanlar üçün heyecanlı keçib. Bu növdə ölkənin ən güclü idmançıları müəyyənləşib. Yarışın ilk günündə 70-dən çox idmançı böyüklər və U21 gənclər kateqoriyaları üzrə mübarizəyə qoşulub. Reqlament uyğun olaraq idmançılar 18 metr məsafədən 4 sessiya ərzində ümumilikdə 120 ox ataraq öz bacarıqlarını nümayiş etdiriblər. Gərgin təsnifatın ardınca U21 və böyüklər kateqoriyasında mükafatçılar müəyyənləşib. U21 kateqoriyası üzrə qızlar arasında Fatimə Hüseynli qızıl, Aliyə Əliyeva gümüş, Lalə Almaz bürünc medal qazanıb. Kişilər arasında qızıl medala Sərdar Vəliyev layiq görülüb. Nurlan Rəhimli gümüş, Anar Cavadzadə bürünc medalla kifayətlənib. Böyüklər arasında Azərbaycan çempionatında Yaylagül Ramazanova hamıdan güclü olub. Fatimə Hüseynli fəxri kürsünün ikinci, Dilgüşə Sadıqova 3-cü pilləsində qərarlaşıb. Kişilər arasında çempion adına Məhəmmədəli Əliyev layiq görülüb. Nurlan Rəhimli 2-ci, Hüseyin Məhərrəmov 3-cü olub. Son yarış günündə U15 kateqoriyası üzrə fəxri kürsüdə yer alan idmançılar müəyyənləşib. Oğlanlar arasında Məhəmməd İsmailov qızıl, Salih Məmmədli gümüş, Əhməd İsmailov isə bürünc medala sahib olub. Qızların yarışında Sona Rüstəmli bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Selcan Məmmədli gümüş, Məryəm İbrahimli isə bürünc medal qazanıb. Qalib gələn idmançılara mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov və Gənclər və İdman Nazirliyinin strateji təhlil sektorunun müdiri Ülviyə Hacıyeva təqdim edib. Bununla da Kamandan Oxatma üzrə qapalı məkanda ölkə birinciliyi və çempionatı rəsmi olaraq başa çatıb. Cudosevərlər ekrana yaxın əyləşin. Ölkədə bu idman növünün populyarlaşması istiqamətində tədbirlər davam edir. Gəncə İdman Sarayında yeni judo zalı fəaliyyətə başlayıb. Gəncə İdman Sarayında yeni judo zalının açılış mərasimi keçirilib. Tədbirdə Judo Federasiyasının icraçı prezidenti Rəşad Rəsullu, Federasiya prezidentinin müşaviri Natiq Bağırov, Olimpiya mükafatçısı, qurumun İcraya Komitəsinin üzvü Mövlud Mirəliyev, dünya çempionu, İcraya Komitəsinin üzvü Elxan Məmmədov və digər rəsmilər iştirak ediblər. Müasir standartlara cavab verən tatamilərlə təchiz olunan zalın ümumi ölçüsü 483 kvadrat metrdir. Bundan başqa məşqçi və paltar dəyişmə otaqları da mövcuddur. Zalda 300-dən çox idmançı judo ilə məşğul ola biləcək. Qeyd edək ki, 2022-25-ci illərdə Judo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni judo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 179 idman zalına ümumilikdə 13.200 tatami paylanılıb. Bu il ölkə idmanının nəbzi Qazaxda döyünəcək. Gəlin 2026-cı il Azərbaycanın idman paytaxtını yaxından tanıyaq. Azərbaycanın idman paytaxtı layihəsi ölkədə idmanın regionlar üzrə balanslı inkişafına xidmət edən mühüm təşəbbüslərdən biridir. Bu statusun verilməsi ilə bağlı mexanizm ilk dəfə 2023-cü il sentyabrın 14-də Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənib. Layihəyə əsasən idman paytaxtı 2 il öncədən müəyyən edilir və seçim prosesi şəffaf, mərhələli qaydada təşkil edilir. Nazirlik tərəfindən elan edilən seçim prosesində namizəd şəhərlər əsasnamədə göstərilən meyarlara uyğun sənədləri təqdim edir. Daha sonra kollegiya iclasında region nümayəndələri təqdimatlarla çıxış edirlər.
Təqdimatların ardınca aparılan müzakirə və elektron səsvermənin nəticəsinə əsasən qalib şəhər müəyyən olunur. 2024-cü il dekabrın 16-sında Gənclər və İdman Nazirliyinin kollegiya iclasında 2026-cı il üçün İdman paytaxtı, eləcə də 2026-2027-ci illər üzrə Gənclər paytaxtının seçilməsi məsələlərinə baxılıb. Elektron səsvermənin nəticələrinə əsasən Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın idman paytaxtı elan edilib. Layihənin əsas məqsədi regionlarda idmana marağın artırılması, idman infrastrukturunun və kütləvi idmanın inkişafı, sağlam həyat tərzinin geniş təbliğidir. Qazax Tovuz Regional Gənclər və İdman İdarəsi regionda dövlətin gənclər və idman siyasətinin icrasını həyata keçirir. Hazırda rayonda 14 idman növü üzrə taekvondo, sərbəst və Yunan-Roma güləşi, judo, boks, futbol, voleybol, basketbol, şahmat, karate, MMA və grappling, ağırlıq qaldırma, qol güləşi, bodybuilding və fitness üzrə 2968 uşaq, yeniyetmə və gənc mütəmadi məşqlərə cəlb olunub. Qazax Olimpiya İdman Kompleksi rayonun idman həyatının əsas mərkəzlərindən biridir. 2007-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılan kompleks 15,5 hektar ərazini əhatə edir. Burada 1010 nəfərlik universal idman zalı, üzgüçülük hovuzu, trenajör və məşq zalları, açıq stadion, müxtəlif idman meydançaları, eləcə də idmançıların qalması üçün koteclər mövcuddur. Kompleks beynəlxalq səviyyəli turnirlərin keçirilməsi üçün tam imkanlara malikdir. Bundan əlavə rayonda Göyəzən, Qazax Gənclər, Qazax City futbol klubları, Biomen və Farid idman klubları fəaliyyət göstərir. 2026-cı ilin idman paytaxtı loqosunda Qazaxın rəmzləri olan Göyəzən dağı və Dilbaz atı təsvir olunub. Layihənin şüarı Qazax hərəkətə qoşul, şəhərin idman ruhunu və dinamizmini ifadə edir. Süni intellekt vasitəsilə hazırlanan maskotsa gənc idmançını və Qazaxa xas aşıq sənətinin simvolu olan sazı bir araya gətirir. Qeyd edək ki, idman paytaxtı statusunu 2024-cü ildə Quba, 2025-ci ildə isə Qəbələ daşıyıb. 2026-cı ildə bu mötəbər status Qazaxın payına düşür və bölgənin idman potensialını bir daha ölkə və beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Qazax artıq təkcə coğrafi mövqeyi və tarixi ilə deyil, idman enerjisi, infrastruktur imkanları və yetişdirdiyi idmançılarla da Azərbaycanın önəmli mərkəzlərindən biridir. Beləliklə biz sizə həftənin ən vacib idman xəbərlərini çatdırdıq. Ən son yeniliklərlə yenidən görüşənədək. Hələlik!